Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bu gün sizlərlə isim mövzusunun ikinci hissə test izahına baxacağıq. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə testlərə baxaq. Birinci testdə choose the line of nouns in the plural. Cəm isim cərgəsini seçin. A variantına baxsaq, sisters-in-law, sister s cəm şəkilçisi qəbul edərək cəmlənmişdir və bu mürəkkəb söz ümumilikdə cəm formadadır. Seaman, mən menə çevrilmişdir, kökdən dəyişərək cəm söz əmələ gətirmişdir, cəmlənmişdir. Ox isə təkdədir. Ox'un cəm forması ox, oxen kimi kökdən dəyişərək düzəlir, öküzlər mənasını verir. A variantını çıxdıq, çünki ox təkdədir. B variantında page s şəkilçisi qəbul edərək cəmlənmişdir. Heroes, es şəkilçisi qəbul edərək cəmlənmişdir. Progress isə təkdədir, sayıla bilməyən, həmişə təkdə işlənən isimdir. Mənası inkişaf deməkdir. B variantına çıxdıq. C variantına baxsaq, potatoes, es şəkilçisi qəbul edərək cəmlənmişdir. Leaves, leafdən leaves, f düşmüş və v şəkilçisi əlavə olunaraq cəmlənmişdir. Mənası yarpaqlar. Berry isə burada təkdədir. Ona görə də C variantına getdi. D variantında cousins, cousin s şəkilçisi qəbul edərək cəmlənmişdir. Geese, kökdən quz, gizə çevrilmiş və cəmlənmişdir. Mənası qazlar. Mans s cəm şəkilçisi qəbul edərək cəmlənmişdir. Və bu variantda hər üç isim cəm formadıdır. Düzgün cavab D variantı. Y variantına baxsaq, contents burada cəmdədir. Contest, physics isə elm adı bildirən, həmişə təkdə işlənən, sayılmayan tək isimdir. Ona görə də Y variantına çıxdıq. Düzgün cavab D variantı. İkinci suala baxsaq, choose the line of nouns in the plural. Cəm isimlər cərgəsini seçin. A variantına baxsaq, trousers, həmişə cəmdə işlənən isimdir. Toplu isimdə deyirlər bu isimə. Goods da həmçinin toplu isimdir, həmişə cəmdə işlənir. Mal, əmtə, trousers, şalvar deməkdir. Clothes da paltar deməkdir və həmişə cəmdə işlənir. Düzgün cavab A variantı. B variantında face, singular tək isimdir. C variantı physics, elm adı bildirən tək isimdir. D variantında progress təkdədir. Y variantında isə letter təkdədir. Üçüncü suala baxaq. Choose the line of nouns in the singular. Təkdə olan isimlər sırasını seçin. A variantında information təkdədir, məlumat. Places isə cəmdədir, s şəkilçisi qəbul etmişdir. A variantını çıxdıq. B variantında closes cəmdədir, bizdən tək isimlər istəyir. B variantında çıxdıq. C variantında news təkdədir, progress təkdədir, money təkdədir. Hər üçü cəmlənməyən, uncountable, təkdə olan isimlərdir. Düzgün cavab C variantı. D variantında oxen cəmdədir. Əvvəlki testdə izah edildiyimiz kimi oxen çevrilib. Y variantında isə watch, es şəkilçisi qəbul edərək cəmlənmişdir. Üçüncü suala baxaq. Choose the line of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. A variantında person təkdədir, şəxs. Chair, stul təkdədir. Sofa, divan təkdədir. Düzgün cavab A variantı. B variantında feet cəmdədir, ayaqlar. Foot fitə çevrilir. C variantında men cəmdədir, people da cəmdir. D variantında police cəmdədir. Y variantında mice cəmdədir, muz mice çevrilib. Düzgün cavab A variantı. 5-ci sualda choose the nouns in the plural. Cəmdə olan isimləri seçin. Birinci sözə baxsaq, muz təkdədir. Bunun cəm forması əvvəlki testdə qeyd edildiyimiz kimi mice'dır. Birincini çıxdıq. İkincidə house təkdədir. Cəm forması s əlavə etməklə düzəlir. Üçüncü söz closes, həmişə cəmdə olan isimdir. Dördüncü söz people, bu da qeyd edildiyimiz kimi cəmdədir. Beşinci söz feet, bu da foot sözündən fitə çevrilməklə cəmlənmiş isimdir.
Tuz isə təkdədir. Onun cəmi tiz olur. Düzgün cavab 3, 4, 5 B variantı. Növbəti suala baxaq. Choose the line of nouns in the plural. Cəmdə olan isimlər cərgəsini seçin. A variantına baxsaq, fit cəmdədir. German S qəbul edərək cəmlənmişdir. Düzgün cavab A variantı. B variantında physics elm adı bildirən həmişə təkdə olan sayılmayan isimdir. C variantında optics də eyni qaydada həmişə təkdə olan sayıla bilməyən elm adı bildirən isimdir. D variantında watch təkdədir. Y variantında fellow təkdədir. Düzgün cavab A variantı. 7-ci suala baxsaq, choose the line of plural nouns, cəm isimləri seçin. A variantında happiness mücərrəd isimdir, həmişə təkdə işlənir. B variantında centuries cəmdədir, ES qəbul etmişdir. Experiment isə təkdədir. A və B variantlarına çıxdıq. Növbəti variantlara baxaq. C variantında athletics və close hər ikisi təkdədir. D variantında bench ES qəbul edərək cəmlənmişdir, D isə təkdədir. Y variantında police cəmdədir, toplu isimdir. Dish isə cəmdədir, ES qəbul edərək cəmlənmişdir. Düzgün cavab Y variantı. 8-ci suala baxaq. Choose the pair of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin, cütlüyünü seçin. A variantında nose təkdədir. Kite isə S qəbul edərək cəmlənmişdir. A variantına çıxdıq. B variantında textbook təkdədir. Flag təkdədir. Düzgün cavab B variantı. C variantına baxsaq, contains cəmlənmişdir. Contains S qəbul edərək. D variantında tables cəmdədir, S qəbul edərək cəmlənmişdir. Y variantı da eyni qaydada spoon, qaşıq, S qəbul edərək cəmlənmişdir. Düzgün cavab B variantı. 9-cu suala baxaq. Choose the pair of nouns in the singular. Təkdə olan isimlər cütlüyünü seçin. A variantında cups, cup S şəkildə qəbul edərək cəmlənmişdir. B variantında flag S qəbul edərək cəmlənmişdir. C variantı notebook və boat hər ikisi sadə isimlərdir. Sadə, təkdə olan isimlərdir, daha doğrusu, tək isimlərdir. D variantında cars S qəbul edərək cəmlənmişdir, cəm isimdir. Y variantında carpet xalça S qəbul edərək xalçalar cəmlənmişdir. Düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the line of nouns in the singular. Təkdə olan isimlər sırasını seçin. A variantına baxsaq, lies, lose ismi kökdən dəyişərək lies ismi ilə cəmlənmişdir. A variantına çıxdıq. B variantında song S qəbul edərək cəmlənmişdir. C variantında town ismi S qəbul edərək cəmlənmişdir. D variantında question sual təkdə, hobby təkdə, children isə kökdən dəyişərək child ismindən children cəm formadadır. Ona görə D variantında çıxdıq. Qaldı Y variantı. Camp düşərgə, century əsir, valley vadi. Bu hər üçü təkdə olan isimlərdir. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the line of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. A variantına baxsaq, drawings S qəbul edərək cəmlənmişdir. A variantına çıxdıq. B variantında museums S qəbul edərək cəmlənmişdir. B variantında çıxdıq. C variantında whale təkdədir. Balina, house təkdədir. Tourist S qəbul edərək cəmlənmişdir. Turistlər. D variantında district bölgə təkdədir. Gallery, galeriya, foot, ayaq hər üçü təkdə olan isimlərdir. Düzgün cavab D variantı. Y variantında fish təkdədir. Y variantı düzgün cavab deyil. Düzgün cavab D variantı. 12-ci suala baxsaq, choose the line of nouns in the singular. Təkdə olan isimlər sırasını seçin. A variantında screen ekran təkdədir. Puppet isə S qəbul edərək cəmlənmişdir. A variantına çıxdıq. B variantında stairs pilləkən, facility stairs burada pilləkənlər cəmdədir.
Bizdən tək isimlər istəyirdi. C variantında health sağlamlıq təkdədir. Silver gümüş təkdədir. Employment mücərrəd isimdir, sayıla bilməyən işsizlik. Daha doğrusu unemployment işsizlikdir. Employment isə iş mənasını verir. Düzgün cavab C variantı. D variantında fireplaces S qəbul edərək cəmlənmişdir. Y variantında food fit cəmdədir. 13-cü suala baxsaq, choose the nouns in the singular, təkdə olan isimlər cərgəsini seçin. Birinci söz cup təkdədir. İkinci söz dolls kukladır mənası S qəbul edərək cəmlənmişdir. Bizdən tək isimlər istəyir. Üçüncü söz tools teas kökdən dəyişərək cəmlənmişdir. Dördüncü söz fox təkdədir. Beşinci söz Pierce S qəbul edərək cəmlənmişdir. Düzgün cavab 1-4 A variantı. Növbəti suala baxaq. Choose the nouns in the singular. Təkdə olan isimlər sırasını seçin. Təkdə olan isimləri seçin. Knives. Knife ismi F düşərək knives-ə çevrilmişdir. F V-yə çevrilir və S əlavə olunur. Mənası bıçaqdır. Birinci söz təkdədir. Bizdən cəm isimlər istəyir. Daha doğrusu cəmdədir. Bizdən tək isimlər istəyir. İkinci söz snowman. Bu təkdədir. Cəmi snowman mənə çevrilir. Üçüncü söz knowledge. Bilik. Bu mücərrəd və həmişə sayıla bilməyən, həmişə təkdə işlənən isimdir. 2-3. Roof S qəbul edərək cəmlənmişdir. 4-də getdi. 5-ci cheese pendir. Həmişə təkdə işlənən sayıla bilməyən isimdir. 6-cı söz feet ayaq. Foot kökdən dəyişərək feet cəm ismi düzəltmişdir. Düzgün cavab 2-3-5 A variantı. Növbəti suala baxaq. 15-ci sual. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər cərgəsini seçin. A variantına baxsaq child sayılır. Cəm forması children'dır. B variantında coffee sayılmır. Hand isə sayılır. S qəbul edərək cəmlənir. C variantında tea sayılmır. Çay. Face isə sayılır. Face üz. Faces üzlər. River özü çay mənasında sayılır. Bizdən sayıla bilməyən isimlər istəyir. D variantında carrot kök sayılır. Lamp lampa sayılır. D variantına çıxdıq. Y variantında music sayılmır. Musiqi. Advice məsləhət sayılmır. Kinds mehribanlıq bu da sayılmır. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. 16-cı sual. Choose the lines of uncountable nouns. Sayıla bilməyən isimlər cərgəsini seçin. Hospitality, qonaqpərvərlik, bu sayılmır, mücərrəd isimdir. Oil, neft sayılmır. Electricity, elektrik, bu da sayılmır. Düzgün cavab 1 düzgündür. İkincidə city, şəhər mənasına sayılır. Cities S qəbul edir, ES, Y-aya çevrilir. 2-ni çıxdıq. Üçüncüdə honesty, mücərrəd sayıla bilməyən isimdir. Uncountable. News, xəbər sayılmır. Uncountable. Pollution, çirklənmə. Uncountable sayılmır. 1-3 düzgün cavab Y variantı. Dördüncüdə animal sayılır. Ona görə düzgün cavab deyil. Növbəti suala baxaq. Choose the lines of uncountable nouns. Yenə sayıla bilməyən isimlər cərgəsini istəyir bizdən. Smoke sayılmır. Safety sayılmır. Safety təhlükəsizlik. Kindness mücərrəd isimdir. Mehribanlıq da sayılmır. 1 əlavə olundu. İkinci pencil qələm bu sayılır. 2-ni çıxdıq. Üçüncü friendship dostluq sayılmır. Cotton pambıq sayılmır. Luggage yük sayılmır. 1-3 düzgün cavab D bəndi. Burada story hekayə sayılır. Dördüncüdə. Növbəti suala baxaq. Choose the plural nouns. Cəm isimləri seçin. Birinciyə baxsaq woman cəmdədir. Təki woman. İkincidə moose təkdədir. Bizdən cəm isimləri istəyir. Üçüncü people cəmdədir. Dördüncü tools təkdədir. Cəm forması teas. Beşinci goose təkdədir. Cəm forması geese. 1-3 düzgün cavab D variantı. Növbəti suala baxaq. Choose the nouns in the singular. Təkdə olan isimləri seçin. Birinci custom təkdədir. Cəm forması S qəbul edir. İkinci socks həmişə cəmdə olan isimdir.
corablar. Üçüncü, trainers S qəbul etmiş cəm formada olan isimdir. Dördüncü, bean təkdədir. Lobya, paxla mənasını verir. 1, 4 düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the pair of plural nouns cəmdə olan isimlər cərgəsini seçin cütlüyünü. A variantında education təhsil təkdədir. B variantı history tarix təkdədir. C variantında pool təkdədir. D variantında member təkdədir. Y variantında shorts həmişə cəmdə olan isimdir. Woman cəmdədir. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the pair of nouns in the plural. Cəmdə olan isimləri seçin. Juice həmişə təkdə olan işlənən isimdir. Cəmdən bir uncountable nounsdur. B variantında city təkdədir. Cəm forması y-aya çevrilir və i-s şəkilçisi qəbul olunur. C variantında oxen cəmdədir. Ancaq method təkdədir. Cəm formasında s qəbul edir. D variantında stairs həmişə cəmdə işlənən isimdir. Glass burada eynək mənasında, daha doğrusu şüşə mənasındadır. Ona görə də təkdədir. Y variantında geese cəmdədir. Goose, geese. Goods isə həmişə cəmdə işlənən toplu isimdir. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the pair of singular nouns. Tək isimlər cütlüyünü seçin. A variantında dolphin təkdədir. Robbers isə cəmdədir. A variantını çıxdıq. B variantında sound təkdədir. Sportsman isə men cəmdə işlənmişdir. B variantını çıxdıq. C variantında woman cəmdədir. C variantına çıxdıq. D variantında prison həbsxanadır. S qəbul edərək cəmlənmişdir. D variantına çıxdıq. Y variantı tourist təkdədir. Pass cığır təkdədir. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the pair of nouns to the singular. Tək isimlər cütlüyünü seçin. Təkdə olan isimlər cütlüyü. A variantında woman cəmdədir. Tək forması woman. B variantında socks həmişə cəmdə işlənən isimdir. Bizdən tək isim istəyir. B variantını çıxdıq. C variantında clothes yenə toplu cəm isimdir. C variantını çıxdıq. D variantında foot təkdə cəmi fit olur. Beach təkdə çimərlik cəmi S qəbul edir. Daha doğrusu ES qəbul edir. Düzgün cavab D variantı. Y variantında isə people cəmdədir. Toplu isimdir. Növbəti suala baxaq. Choose the pair of nouns in the singular. Yenə təkdə olan isimlər cütlüyünü istəyir bizdən. A variantında shoes cəmdədir. ES qəbul etmişdir. C variantında trousers həmişə cəmdə olan isimdir. B variantı roses qızılgüllü mənası S qəbul edərək cəmdə işlənmişdir. D variantında queens kraliçalar S qəbul edərək cəmlənmişdir. Y variantında spoon qaşıq təkdədir. Basket təkdədir. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the pair of nouns in the plural. Bu dəfə bizdən cəmdə işlənmiş isimlər cütlüyünü istəyir. A variantında tools diş təkdədir. A variantını çıxdıq. B variantında watch təkdədir. B-ni çıxdıq. C variantında ruler xəttkeş təkdədir. C-ni çıxdıq. D variantında ball S qəbul edərək cəmlənmişdir. Fox ES qəbul edərək cəmlənmişdir. Mənası tülkü. D variantı düzgün cavab. Y variantında verb təkdədir. 26-cı suala baxaq. Choose the sentence with the noun in the plural. Cəmdə işlənmiş, isim işləmiş cümləni istəyir bizdən. Yəni, hansı cümlədə cəm formada isim var. A variantına baxsaq, a lady got on a crowded bus. Burada bus da təkdədir. Lady də təkdədir. A variantını çıxdıq. Cəmdə olan isim işlənməmişdir. B variantında sport helps people to become good friends. Burada people da cəmdədir. Cəm isimdir. Friends də cəm isimdir. Bizdən də cəm isim işlənmiş cümləni istəyirdi. Düzgün cavab B variantı. C variantına baxsaq, there is little water in the glass. Glass hər iki isim təkdədir. Water və glass. Stəkan və su. D variantına baxsaq, there is a new department store in our street. Burada da E artiklı ilə işlənmiş department sözü, departament, şöbə təkdədir. Y variantında da
Harry doesn't have a bicycle. Bicycle E article ilə işlənmişdir. Göründüyü kimi təkdədir. 27-ci suala baxaq. Choose the line of plural nouns. Cəm isimlər sırasını seçin. A variantında snack təkdədir. A variantını çıxdıq. B variantında həm təkdədir. B variantını çıxdıq. C variantında policeman mənə çevrilərək cəm ismini düzəltmişdir. Policeman cəmdə. Buses bəs S qəbul edərək cəmlənmişdir. Visitors S qəbul edərək cəmlənmişdir. Düzgün cavab C variantı. D variantında boss təkdədir. Y variantında news təkdədir. Növbəti suala baxaq. Choose the line of plural nouns. Cəm isimlər sırasını seçin. A variantında cotton pambıq təkdədir. B variantında woman qadın təkdədir. C variantında geese cəm shorts S qəbul etmiş cəm 3 təkdədir. A, B, C getdi. D variantında jeans həmişə cəmdə işlənən isimdir. Doors S qəbul edərək cəmlənmişdir. Glasses eynək mənasında ES qəbul edərək cəmlənmişdir. Düzgün cavab D variantı. Y variantında isə roof təkdədir. 29-cu suala baxaq. Choose the line of the singular nouns. Tək isimlər cərgəsini seçin. A variantında schools S qəbul edərək cəmlənmişdir. A variantını çıxdıq. B variantında knowledge bilik. Həmişə təkdə işlənən uncountable noundur. Water su. O da həmişə təkdə işlənən sayıla bilməyən isimdir. Member isə burada təkdədir. S qəbul edərək cəmlənir cəm forması. Düzgün cavab B variantı. C variantında potatoes ES qəbul edərək cəm formasında işlənmişdir burada. D variantında language S qəbul edərək cəm formada işlənmişdir və Y variantında mouse, mice, tomatoes özü də cəm formada işlənmişdir. Düzgün cavab B variantı. Növbəti suala baxaq. Choose the line of the singular nouns. Tək isimlər sırasını seçin. A variantında tulip, kindergarten, education hər üçü tək formada işlənmişdir. Düzgün cavab A variantı. B variantında troops S qəbul edərək cəmlənmişdir. C variantında people cəmdədir. D variantında skiers, qayçı, skiers həmişə cəmdə işlənən isimdir, toplu isimdir. Y variantında trousers, şalvar, bu da həmişə cəm formada işlənən isimdir. Növbəti suala baxaq. Choose the line of the singular nouns. Tək isimlər sırasını istəyir bizdən. Burada A variantında happiness təkdə işlənən mücərrəd isimdir. Houses isə cəmdədir. A variantını çıxdıq. B variantında concert təkdədir. Camp düşərgə təkdədir. Pass çıxır, burada təkdədir. Düzgün cavab B variantında. C variantında drivers cəmdədir. Burada S qəbul etmişdir. D variantında results nəticə S qəbul edərək cəmlənmişdir. Y variantında fit isə foot fitə çevrilərək cəmlənmişdir. 32-ci suala baxaq. Choose the line of singular nouns. Tək isimlər sırasını istəyir bizdən. A variantında tickets göründüyü kimi S qəbul edərək cəmlənmişdir. Mənası biletlər. B variantında portrait, mountain, dağ, roof, dam. Bunların hər üçü burada tək formadadır, tək isimdir. Düzgün cavab B variantı. C variantında photos S qəbul edərək cəmlənmişdir. D variantında magazines S qəbul edərək cəmlənmişdir. Y variantında children və planets hər ikisi cəm formadadır. Düzgün cavab B variantı. Növbəti suala baxaq. 33. Choose the line of singular nouns. Yenə tək isimlər sırasını istəyir bizdən. A variantında seasides S qəbul edərək cəmlənmişdir. B variantında competitions S qəbul edərək cəmlənmişdir. C variantında passage S qəbul edərək cəmlənmişdir. D variantında freshman təkdədir. Jogging təkdədir. Arrow təkdədir. Ox deməkdir mənası. Düzgün cavab D variantı. Y variantında goose qissə çevrilib cəm formada işlənmişdir. Növbəti suala baxaq. Choose the line of singular nouns. Tək isimlər sırasını istəyir bizdən. A variantında fit cəmdədir. Foot fitə çevrilib. B variantında roads S qəbul edərək cəmlənmişdir. C variantında boys S qəbul edərək cəmlənmişdir. D variantında schoolmate təkdədir. Weather hava təkdədir. District bölgəyə bu da təkdədir. Düzgün cavab D variantı. Y variantında students S qəbul edərək cəmlənmişdir. Növbəti suala baxaq. Choose the pair of nouns in the plural.
cəm isimlər cütlüyünü istəyir bizdən. A variantında cins həmişə cəmdə işlənən isimdir. Goats, palto mənası S qəbul edib cəmlənmişdir. Düzgün cavab A variantı. B variantında glasses cəmdədir. Pencil təkdədir. C variantında news xəbər təkdədir. Food təkdədir. D variantında ship cəmdə də, təki də, cəmi də bu formada işlənir. Qoyundur mənası. Water, su təkdədir. Y variantında dish burada təkdədir. Düzgün cavab A variantı. Dişin mənası qab deməkdir. Cəm forması es əlavə olmaqla düzəlir. Növbəti suala baxaq. Choose the pair of nouns in the plural. Cəmdə olan isimlər cütlüyünü istəyir bizdən. A variantında alarm, clocks cəmdədir. Child isə təkdədir. Cəm forması children. A variantına çıxdıq. B variantında trousers həmişə cəmdə işlənən isimdir. Buttons düymə S qəbul edib cəmlənmişdir. Düzgün cavab B variantı. C variantında deck təkdədir. D variantında year təkdədir. Y variantında duty təkdədir. Növbəti suala baxaq. Choose the nouns in the singular. Təkdə olan isimləri seçin. A variantında birincidə mice cəmdədir. Tək forması muse'dur. Muz, mice. İkinci söz process burada təkdədir. Bizdən tək isimlər istəyir. Üçüncü trousers həmişə cəm isimdir. Dördüncü stairs bu da toplu isimdir, cəm isimdir. Beşinci söz ox təkdədir. Cəm forması ox'un kökdən dəyişir. Altıncı söz step bu da cəm forması S qəbul edərək steps olur. Düzgün cavab 2, 5, 6 B variantı. Növbəti suala baxaq. Choose the nouns in the singular. Təkdə olan isimləri seçin. Birinci tease cəmdədir. Tools, tease kökdən dəyişir. Bizdən tək isimlər istəyir. Biri çıxdı. İkinci goose təkdədir. Goose, geese cəm forması. Üçüncü glass təkdədir. Dördüncü cins həmişə cəm isimdir. Beşinci news xəbər həmişə tək isimdir. Altıncı man cəmdədir. Düzgün cavab 2, 3, 5 A variantı. Növbəti suala baxaq. Choose the nouns in the plural. Cəmdə olan isimləri seçin. Birinciyə baxsaq, tights həmişə cəmdə olan isimdir. Stop təkdədir. Goods həmişə cəmdə olan isimdir. Mallar. Dördüncü rich həmişə cəmdə olan isimdir. Chess şahmat təkdədir. 1, 3, 4 düzgün cavab C variantı. 40-cı suala baxaq. Choose the nouns in the plural. Cəmdə olan isimləri seçin. State təkdədir. Dövlət. Actress təkdədir. Aktrisa. Dish qablar cəmdədir. People insanlar cəmdədir. Officers S qəbul edib cəmlənmişdir. Cəmdədir. Düzgün cavab 3, 4, 5 B variantı. Növbəti suala baxaq. Choose the pair of nouns in the singular. Təkdə olan isimlər cütlüyünü seçin. A variantında jackets cəmdədir. B variantında hands S qəbul edib cəmlənmişdir. Cəmdədir. C variantında scarf şərf təkdədir. Cloud bulut təkdədir. Düzgün cavab C variantı. D variantında skirts S qəbul edib cəmlənmişdir. Y variantında isə planets S qəbul edib cəmlənmişdir. Növbəti suala baxaq. Choose the pair of nouns in the singular. Yenə təkdə olan isimlər sırasını istəyir bizdən. A variantında weather həmişə təkdə olan isimdir. Mənası hava. Face üz bu da təkdədir. Düzgün cavab A variantı. B variantında feet cəmdədir. Kökdən dəyişib cəmlənmişdir. C variantında ears qulaq S qəbul edib cəmlənmişdir. D variantında days S qəbul edib cəmlənmişdir. Y variantında isə months S qəbul edib cəmlənmişdir. Növbəti suala baxaq. Choose the line of singular nouns. Yenə təkdə olan isimlər sırasını istəyir bizdən. A variantına baxsaq, forest meşə S qəbul edib cəmlənmişdir. B variantında types ES qəbul edib cəmlənmişdir. Daha doğrusu S qəbul edib cəmlənmişdir. C variantında district bölgə sadədir. Dictionary lüğət sadədir. Deserts meşələr burada S qəbul edib cəmlənmişdir. C variantında getdi. D variantında movement hərəkət. Soil torpaq, peninsula bunlar hər üçü təkdə işlənmişdir. Düzgün cavab D variantı. Y variantında friends S qəbul edib cəmlənmişdir. Növbəti suala baxaq.
Choose the line of singular nouns. Təkdə olan isimlər sırasını istəyir bizdən burada. A variantında tourist təkdədir. Concert təkdədir. Luck təkdə. Düzgün cavab A variantı. B variantında doctors cəmdədir. S qəbul etmişdir. C variantında teas cəmdədir. D variantı sections cəmdədir. Y variantı nephews cəmdədir. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the pair of plural nouns. Cəm isimlər cütlüyünü istəyir bizdən burada. A variantında countries ES qəbul etmişdir. Y-aya çevrilir və ES əlavə olunub cəmdədir. Lakin tail burada sadədir. Təkdədir. A variantını çıxdıq. B variantında school children cəmdədir. Legends S qəbul edərək cəmlənmişdir. Düzgün cavab B variantı. C variantında address, weakness hər ikisi təkdədir. D variantında chairperson scale təkdədir. Hər ikisi Y variantında ground təkdədir. Növbəti suala baxaq. Choose the pair of plural nouns. Cəm isimlər cütlüyünü istəyir bizdən. A variantında partner təkdədir. B variantında hanger təkdədir. C variantında beauties cəmdədir. Refugees S qəbul edərək cəmlənmişdir. Düzgün cavab C variantı. D variantında office təkdə. Y variantı task təkdə. Növbəti suala baxaq. Choose the pair of plural nouns. Cəm isimlər cütlüyünü istəyir bizdən. A variantında community təkdə. B variantında harvest təkdə. C variantında goose təkdə. D variantı mathematics həmişə təkdə olan elm adı bildirən sayıla bilməyən isimdir. Y variantında professions S qəbul edərək cəmlənmişdir. Ox isə kökdən dəyişərək oxun cəmlənmişdir. Düzgün cavab Y variantı. Növbəti sual baxaq. Choose the pair of plural nouns. Cəm isimlər cütlüyünü istəyir bizdən. A variantında step təkdədir. A variantını çıxdıq. B variantında woman cəmdə. Trousers həmişə cəmdə olan isimdir. Düzgün cavab B variantı. C variantında army ordu təkdədir. D variantında person şəxs təkdədir. Y variantında knowledge bilik uncountable təkdə olan isimdir. 9-cu suala baxaq. Choose the pair of plural nouns. Cəm isimlər cütlüyünü istəyir bizdən. Translation tərcümə təkdədir. B variantında man təkdədir. C variantında vegetable tərəvəz təkdədir. D variantında foreigners xaricilər S qəbul edərək cəmlənmişdir. Representatives nümayəndələr S qəbul edərək cəmlənmişdir. Düzgün cavab D variantı. Y variantında athletics təkdədir. 50-ci suala baxsaq. Choose the pair of plural nouns. Cəm isimlər cütlüyünü istəyir. A variantında firelight təkdədir. B variantında phonetics fonetika təkdədir. C variantı examples cəmdədir S qəbul etmişdir. Lakin agreement razılıq təkdədir, mücərrəd isimdir. D variantı swallow qaranquş təkdədir. Y variantında stories Y-aya çevrilir ES qəbul edərək hekayələr cəmlənmişdir. Advertisement elan S qəbul edərək burada cəmlənmişdir. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the pair of nouns in the plural. Cəmdə olan isimlər cütlüyünü istəyir bizdən. A variantında man, men dəyişərək cəmlənmişdir. Kişilər mənasında books, book S qəbul edərək cəmlənmişdir. Düzgün cavab A variantı. B variantında news təkdədir. C variantında leaf, yarpaq təkdədir. Cəm formasında F, V-yə çevrilir və ES əlavə olunur. D variantında door təkdədir. Y variantında isə boy. Növbəti suala baxaq. Choose the pair of nouns in the plural. Cəmdə olan isimlər sırasını istəyir bizdən. A variantına baxsaq, box təkdədir. Cəm formasında S qəbul edir. Daha doğrusu ES qəbul edir. B variantında shelf, shelves cəm formasına çevrilmişdir. Cəmdədir. Woman cəmdədir. Woman düzgün cavab B variantı. C variantında food təkdədir. D variantında ox təkdədir. Y variantında isə pencil təkdədir. Növbəti suala baxaq. Choose the pair of nouns in the plural. Cəmdə olan isimlər cütlüyünü istəyir bizdən. Physics burada təkdədir. Elm adı bildirir. B variantında coal, daş kömür sayıla bilməyən tək isimdir. C variantında goods toplu cəm isimdir. Ox isə kökdən dəyişərək oxun cəmdədir. Düzgün cavab burada C variantı. D variantında close təkdədir. Y variantında isə goose təkdədir. Növbəti suala baxaq. Choose the pair of nouns in the singular. Təkdə olan isimləri istəyir bizdən. A variantında woman cəmdədir.
B variantında houses cəmdədir. C variantında meeting iclas təkdədir. Feeling his təkdədir. Düzgün cavab C variantı. D variantında polis cəmdə, E variantında seaman cəmdədir. Növbəti suala baxaq. Choose the pair of nouns in the plural. Cəmdə olan isimlər cütlüyünü istəyir bizdən. Baby sözündə y aya çevrilib es qəbul edərək cəmlənmişdir. City isə təkdədir. B variantında men cəmdə, town isə təkdədir. C variantında teas cəmdə, people cəmdə, düzgün cavab C variantı. D variantında lion təkdədir. E variantında grass təkdədir. Növbəti suala baxaq. Choose a pair of countable nouns. Sayıla bilən isimlər cütlüyünü seçin. Advice, məsləhət sayılmır. B variantında kindergarten sayılır, uşaq bağçası. Coffee isə sayılmır. C variantında movement, hərəkət, mücərrəd sayıla bilməyən isimdir. D variantında poetess, şair sayılır. Vote isə sayılmır su mənasında. E variantında bird, quş sayılır. Slice, dilim sayılır. Düzgün cavab E variantı. Növbəti suala baxaq. Choose the line of countable nouns. Sayıla bilən isimlər sırasını istəyir bizdən. A variantında flower, gül sayılır. Police sayılır, cəm isimdir. Money isə sayılmır. Təkdədir. A variantını çıxdıq. B variantında luck, uğur sayılmır. C variantında insect, həşərat sayılır. Port sayılır. Port mənasında limondur. Toothbrush, diş fırçası sayılır. Hər üçü sayılır. Düzgün cavab C variantı. D variantında bench, skamya sayılır. Coal, daş kömür sayılmır. E variantında luggage, yük sayılmır. Növbəti sual baxaq. Choose a line of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını istəyir bizdən. A variantında music sayılmır. Seat sayılır. Theatre, kinoteatr sayılır. Düzgün cavab A variantı çıxdıq. B variantında tree, ağac sayılır. Bizdən sayılmayan isimlər istəyirdi. Ona görə B variantını çıxdıq. C variantında weather, hava sayılmır. Doctor isə həkim sayılır. C variantını çıxdıq. D variantında rice, düyü sayılmır. Grass, ot sayılmır. Sand, qum da sayılmır. Düzgün cavab D variantı. E variantında isə degree sayılır, dərəcələr. City sayılır. Növbəti suala baxaq. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını seçin. A variantında shirt sayılır. B variantında rice, düyü sayılmır. Gold, qızıl sayılmır. Water, su sayılmır. Düzgün cavab B variantı. C variantında isə uncountable istəyirdi. Watch sayılır. D variantında teacher sayılır. E variantında pen sayılır. Növbəti suala baxaq. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını seçin. A variantında world sayılır. Map sayılır. B variantında snow, qar sayılmır. Apple, alma sayılır. C variantında slice, dilim sayılır. D variantında dust, toz sayılmır. House sayılır. E variantında traffic, nəqliyyat sayılmır. Advice, məsləhət sayılmır. Rice, düyü sayılmır. Düzgün cavab E variantı. Növbəti sual baxaq. Choose the line of nouns in the plural. Cəmdə olan isimlər sırasını seçin. A variantında years, illər cəmdə res qəbul etmişdir. Gold təkdədir. A variantı çıxdıq. B variantında fish burada təkdədir. B variantını çıxdıq. C variantında ox, oxen cəmdədir. Tools, teas cəmdədir. Child, children cəmdədir. Düzgün cavab C variantı. D variantında cow təkdə, E variantında milk təkdə. Növbəti suala baxaq. Choose the pair of nouns in the plural. Cəmdə olan isimlər cütlüyünü seçin. A variantında eye, eyes cəmlənmişdir. Star, stars cəmlənmişdir. Düzgün cavab A variantı. B variantında shoulder təkdədir. C variantında finger təkdə, ear təkdə. D variantında forest təkdə, E variantında head təkdə. Növbəti suala baxaq. Choose the line of nouns in the singular.
təkdə olan isimlər sırasını istəyir bizdən. A variantında forest və dish hər ikisi cəmdədir. B variantında skissers və people hər ikisi cəmdə. C variantında planets cəmdə. D variantında ingredients cəmdə qəbul etmişdir. Y variantında isə table təkdə, board təkdə, dress təkdə. Düzgün cavab Y variantı. Növbəti sual baxaq. Choose the line of nouns in the singular. Tək isimlər sırasını istəyir bizdən. Burada eggs cəmdədir. A variantını çıxdıq. B variantında heroes, ES qəbul edilmişdir. Qəhrəmanlar mənasında B-ni çıxdıq. C variantının character sadə, daha doğrusu təkdə. Book kitab təkdə. Chair, stol təkdə. Düzgün cavab C variantı. D variantında products. Burada S qəbul edilmişdir. Y variantında ice, S qəbul edilmişdir. Növbəti suala baxaq. Choose the line of nouns in the singular. Təkdə olan isimlər sırasını istəyir bizdən. A variantında jobs, S qəbul edilərək cəmlənmişdir. B variantında goods, toplu cəm isimdir. C variantında air, hava təkdədir. Money, pul təkdədir. Room, otaq təkdədir. Düzgün cavab C variantı. D variantında isə tails, S qəbul edilən formada işlənmişdir. Y variantında pets, S qəbul edilən formada işlənmişdir. Növbəti sual baxaq. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını seçin. A variantında table sayılır, stol. B variantında book, kitab sayılır. C variantında oil, neft sayılmır. Salt, duz sayılmır. Money, pul sayılmır. Düzgün cavab C variantı. D variantında bag, çanta sayılır. Y variantında wolf, canavar sayılır. Növbəti suala baxaq. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər sırası istəyir bizdən. A variantında food sayılır, kökdən dəyişərək cəmlənir. Food, feed. B variantında flower, S qəbul edərək cəmlənir. Güldür mənası. C variantında money sayılmır. Car isə sayılır, pencil da sayılır. D variantında bread, çörək sayılmır. Finger, barmaq sayılır. Y variantında water, su sayılmır. Air, hava sayılmır. Sugar, şəkər sayılmır. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. The majority of people. İnsanların əksəriyyəti. Burada birinci ifadə düzgündür. İkinci, the number of participant. Burada iştirakçıların bir neçəsi mənasında participant cəmlənməli idi. Çünki burada bir neçəsi deyir. Participant isə sayıla bilən isim olduğuna görə S şəkilsi qəbul etməli idi. Bu varianta çıxdıq. Üçüncüdə a couple of pictures. Burada bir cüt şəkil mənasında şəkil cəmlənməlidir və S qəbul edərək cəmlənmişdir. Düzgün formada işlənib. Çünki a couple bir cüt deməkdir və yəni iki dənə nəzərdə tutulur bir cüt deyəndə. Ona görə cəmdə işlənməlidir və həqiqətən cəmdə işlənmişdir. Dördüncüdə $70,000. Money təklikdə pul mənasında cəmlənmir və həmişə təkdə olur, sayıla bilməyən isimdir. Lakin pulun məzənnələri, məsələn dollar, manat, bunlar özü sayıla bilən isimdir və cəmlənir. Qarşısında sayıla verilmişdir $70,000, $70,000 və cəmdə işlənmişdir. Düzgün formadadır. 4-də daxil oldu. A kilos of meat. Burada E ilə işləndiyinə görə kilo təkdə olmalı idi. A kilo of meat olsa düzgün olardı. Lakin qarşısında qeyri-müəyyənlik bildirən E artikel işləndiyinə görə burada S olmamalı idi və 5-ə çıxdıq. 1, 3, 4 düzgün cavab B variantı. Növbəti suala baxaq. Choose the correct variant. A variantında a little chemicals, E article a little burada işlənmişdir. Və ancaq bu chemicals mənasında cəmlənməməli idi. Çünki chemical cəmlənmir. Həmişə təkdə olan isimdir. Ona görə S şəkilsi qəbul etməyi düzgün deyil. A variantını çıxdıq. B variantında several bir neçə deməkdir. Worker burada sayıla bilən isim olduğuna görə cəmlənməli idi. B variantında çıxdıq. C variantında plenty of member yox, members olmalı idi. Çünki sayıla bilən isimdir və yanında plenty of bir neçə qeyri-müəyyənlik bildirən isim gəlmişdir. Say gəlmişdir. C variantında çıxdıq. D variantında a number of news
A number of news burada bir neçə xəbər mənasında işlənmişdir. A number of isə sayıla bilən isimlərlə işlənir. Bu sayıla bilən isim deyil. Ona görə D variantına çıxdıq. Y variantında isə 2 pinches of salt. Salt burada sayıla bilmə isimdir və cəmlənməmişdir həqiqətən. Həmişə təkdə olan sayıla bilmə isimdir. Lakin qarşısında işlənən 2 pinches miqdar bildirən isim cəmlənmişdir və düzgün cavab Y variantı. 2 çimdik duz mənasında işlənib bu. Pinch qarşındakı sayı əsasən cəmlənə bilir. Lakin bu ola bilərdi a pinch of salt, yəni də düzgün cavab olacaqdı. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose a line of plural nouns. Cəmdə olan isimlər sırasını seçin. A variantında bottle təkdədir. A variantına çıxdıq. B variantında glass təkdədir. C variantında ox, oxen cəmdədir. Skizzers cəmdədir. Həmişə cəm isim. Moose, mice. Burada mice cəmlənmişdir. Düzgün cavab C variantı. D variantında news təkdədir. Y variantında Norman təkdədir. Növbəti suala baxaq. Choose a line of plural nouns. Cəm isimlər sırasını seçin. A variantında flower təkdədir. B variantında information təkdədir. C variantında box təkdədir. D variantında wolves canavarlar cəmdə işlənmişdir. Skizzers qayçı cəmdədir. Düzgün cavab D variantı. Y variantında news təkdədir. 72-ci suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. She needs nöqtələr about the hotels in London. Onun variantlara baxsaq information. Londondakı otellər barədə məlumata ehtiyacı var. Cümlənin tərcüməsi belədir. İndi isə variantlara baxaq. Bizdən burada qrammatik mənaya uyğun olaraq düzgün variant seçmək tələb olunur. A variantında information əvvəlcədən deyək ki, sayıla bilməyən isimdir, bildiyimiz kimi. Ona görə də qarşısında E artiklı gələ bilməz. Yəni sayıla bilməyən uncountable təkdə olan isimdir. A variantına çıxdıq. B variantında information burada S qəbul etmişdir. Halbuki qeyd etdiyimiz kimi information sayıla bilməyən isimdir. S kəsilcisi qəbul edə bilməz. Həmişə təkdə işlənir. B variantına çıxdıq. C variantında information burada yenə article işlənmişdir. Sayıla bilməyən isim olduğuna görə article işlənə bilməz. Daha doğrusu qeyri-müəyyən article işlənə bilməz. D variantında some information some'la işlənə bilər. İstənilən qeyri-müəyyənlik bildirən sayıla bilməyən isim some'la işlənə bilir. Bunun fərqi yoxdur. Ona görə düzgün cavab D variantı. Bu arada tərcümə cəhətdən də belə səslənir. She needs some information about the hotels in London. Onun Londondakı otellər barədə bir qədər məlumata, biraz məlumata ehtiyacı var mənasında tərcümə olunur. Y variantında isə to information ola bilməz, çünki sayıla bilməyən isimlər qarşısında say ilə işlənə bilmir. Çünki sayılmır. Düzgün cavab D variantı. Növbəti suala baxaq. Choose the correct variants. Birincidə a few days trip. A few days burada cəmlənməli idi. A few ilə işlənirsə, avtomatik olaraq D cəmdə olmalıdır. Çünki a few ancaq cəm isimlərlə işlənir. Və burada D apostrof S ilə düzəlib. Əslində bu positive case-ə də aiddir. D apostrof S-dən sonra olsaydı, yəni belə olsaydı, a few days apostrof olsaydı, onda düzgün olardı. Ona görə birinci varianta çıxdıq. İkincidə London's Parks. Burada positive case düzəlmişdir, yəni yəli halına. Londonun parkları mənasında düzgündür. Üçüncüyə baxsaq, some deer's tracks. Bəzi maralların izləri. Burada deer's some-la işlənibsə və deer marallar cəmdə işlənib, avtomatik və apostrof, yəni positive case S-dən sonra əlavə olunduğuna görə düzgündür. 2, 3. Dördüncüdə, birincidə də qeyd etdiyimiz kimi a few months journey burada işlənmişdir və few-dan sonra cəm isim gəlmişdir. Avtomatik olaraq bir neçə ayların səyahəti mənasında burada işlənmişdir və dördüncü düzgündür. Üçüncü səhvdir. Nəyə görə səhvdir üçüncü? Çünki deer özü cəmdədir.
Dear cəmdədirsə, o S qəbul edə bilməz. Dear həm təkdə, həm də cəmdə işlənir. Cümlədəki və yaxud birləşmədəki yerinə görə biz onun tək və ya cəm olduğunu təyin edirik. Əgər qarşısında A artiklı gəlibsə, deməli bu təkdədir. Yox, qarşısında say bildirən sözlə, məsələn, two və yaxud three və yaxud a few, some belə gəlibsə, bu cəmdədir. Lakin bu S heç vaxt qəbul etmir. Cəmi və təki eyni olan isimdir. Ona görə üçüncü variant səhvdir. 2, 4 düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the correct variant. Birincidə a few, mən. Burada a few ilə işlənmişdir. Mən avtomatik olaraq cəmdə işlənməli idi. Ona görə birincini çıxırıq. İkincidə a loaf yox, a loaf olmalı idi. A artiklı ilə cəm işlənə bilməz. 2 səhvdir. Üçüncüdə a little salad. A little sayıla bilmə isimlərlə işlənir burada. Salad da sayıla bilmədiyinə görə düzgündür. Bir qədər salad. Dördüncüdə some pieces of news. Burada some da işlənən piece cəmlənmişdir. Və news təkdədir. Düzgün cavab 3, 4, B variantı. Növbəti suala baxaq. Choose the correct variant. A piece of furniture. Bir hissə mebel. Burada a piece hissə bildirən isim A artiklı ilə işlənmişdir və düzgündür. İkincidə a pieces ola bilməz. Çünki qarşısında təklik bildirən qeyri-müəyyənlik artiklı varsa, bu piece olmalı idi. İkincini çıxdıq. Üçüncüdə some soup. Soup sayıla bilməyən isimdir. Some həm sayıla bilən, həm də sayıla bilməyən isimlərlə işlənə bildiyinə görə bunun heç bir səhvlik yoxdur. Burada düzgün birləşmədir bu. Dördüncüdə isə a few işlənibsə, sayıla bilən isim cəmlənməli idi. Woman yox, woman olmalı idi. Düzgün cavab 1, 3, B variantı. Növbəti suala baxaq. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını seçin. A variantında slice, dilim sayıla bilir. A variantını çıxdıq. B variantında river, çay sayılır. Çıxdıq. C variantında hotel sayılır. C-ni də çıxdıq. D variantında rice, düyü sayılmır. Sand, qum sayılmır. Patience, səbir sayılmır. Mücərrəd isimdir. Düzgün cavab D variantı. Y variantında isə hand sayılır. Növbəti suala baxaq. Choose the correct variant. Yenə bayaq kimi qabağında quantifier, a few gəlibsə bu əgər sayıla bilən isimsə cəmlənməli idi və həqiqətən də cəmlənib. Postman. Birinci düzgün ifadədir. İkinciyə baxaq. A few prison. Burada a few işlənib. Prison sayıla bilən isimdir, lakin təkdə gəlib. Ona görə düzgün deyil. Çünki S ilə cəmlənib işlənməli idi. A few prisons olmalı idi. İkinci çıxdıq. Üçüncüdə few tourist. A few fərqi yoxdur. Qarşısında sayıla bilən isim varsa cəmlənməli idi. Daha doğrusu bu sayıla bilən cəm isimlərlə işlənir. A few. Ona görə 3 də düzgündür. Dördüncüdə isə few sportsmen yox, sportsmen olmalı idi. Düzgün cavab 1, 3, A variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Birincidə 5 slice yox, slices olmalı idi. Çünki bu sayıla bilən isimdir. Qarşısında say gəlibsə, avtomatik slices olmalı idi. Birincini çıxdıq. İkincidə 6 kilos. Burada artıq kilos qabağında say gəldiyinə görə cəmlənib. Of rice, rice da sayıla bilmə isimdir və 2 düzgün ifadədir. Üçüncüdə 2 box of chocolate. Çokolad sayıla bilmə isimdir, təkdədir burada. Lakin box sayıla bilən isimdir. Qarşısında say gəlməsinə baxmayaraq cəmlənmədiyinə görə bu ifadə səhvdir. Dördüncüdə 3000 eggs. Burada eggs artıq qarşısında say gəlmişdir və cəmlənmişdir avtomatik olaraq. Bu düzgün ifadədir. 2, 4 düzgün cavab C variantı. Növbəti suala baxaq. Choose the line of plural nouns. Cəm isimlər sırasını seçin. A variantında athletics təkdədir. B variantında physics təkdədir, fizika. C variantında goods cəmdədir. Cheese pendir təkdədir. D variantında stairs pilləkənlər cəmdə. Shoes ayaqqabılar cəmdə. Teeth dişlər cəmdə. Düzgün cavab D variantı. Y variantında ni təkdədir. K sözü də təkdədir. Növbəti sual baxaq. Choose the countable nouns. Sayıla bilən isimlər sırasını seçin. Birincidə juice şirəsok sayılmır. İkincidə picture sayılır. Şəkil. Üçüncü tools sayılır. Dördüncü gold qızıl sayılmır. Beşinci bowl kasa sayılır.
6-cı money sayılmır. 2, 3, 5 B variantı düzgün cavabdır. Növbəti suala baxaq. Choose the countable nouns. Sayıla bilən isimlər sırasını seçin. Birincidə pudding sayılmır. İkinci söz melon sayılır. Üçüncü food sayılır. Dördüncü water su sayılmır. Beşinci case sayılır. Hal. Altıncı news xəbər sayılmır. Düzgün cavab 2, 3, 5 C variantı. Növbəti suala baxaq. Choose the correct variant, a piece of advice. Burada ifadə düzgündür. Nəyə görə? Advice sayıla bilməyən isimdir. İkinci tərəf təkdədir. A piece isə sayıla biləndir və qarşısına qeyri-müəyyəni təklif edən artikl gəldiyinə görə təkliflənmişdir. Düzgündür. İkinci, an advice. Advice sayıla bilən isim deyil. Qarşısında an artikl gələ bilməz. Üçüncü, advice sayıla bilən isim deyil, cəmlənə bilməz. Dördüncü, some advice. Some fərqi yoxdur. Həm tək, həm cəm isimlərlə işlənə bilir. Daha doğrusu, sayıla bilməyən tək və sayıla bilən cəm isimlərlə işlənə bilir və ifadə düzgündür. 1, 4, B variantı düzgün cavab. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Birincidə bayaq qeyd etdiyimiz kimi piece of furniture düzgündür. Some furniture yenə düzgündür. Çünki some həm sayıla bilən cəm, həm də sayıla bilməyən tək isimlərlə işlənir. Five furnitures. Furniture sayıla bilməyən isimdir, cəmlənə bilməz və qarşısında qeyri-müəyyən artikl da gələ bilməz. 4-də çıxdıq. 1, 2 A variantı düzgün cavab. Növbəti suala baxaq. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını seçin. A variantında hand sayılır. S qəbul edərək cəmlənir. B variantında forest meşə S qəbul edərək cəmlənir, sayılır. C variantında happiness xoşbəxtlik, freedom azadlıq, peace sülh hər üçü mücərrəd sayıla bilməyən isimlərdir. Düzgün cavab C variantı. D variantında potato kartof sayılır. Y variantında doktor həkim sayılır. 85-ci sual. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını seçin. A variantında blood, qan sayılmır. Butter, yağ sayılmır. Parfüm, bu da sayılmır. Parfüm. A variantı düzgün cavabdır. B variantında ay, göz sayılır. C variantında map və toy hər ikisi sayılır. D variantında age sayılır. Y variantında bottle sayılır. Kitchen sayılır. Növbəti suala baxaq. Choose the nouns in the plural. Cəmdə olan isimləri seçin, deyir bizə. 1-ə baxsaq, glass təkdədir. Goods toplu cəm isimdir, cəmdədir. Grass ot təkdədir. Progress inkişaf təkdədir. Clothes cəmdədir, paltarlar. Jeans cəmdədir. 2, 5, 6 düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the nouns in the plural. Cəmdə olan isimləri istəyir bizdən. News xəbər təkdədir. Hostess təkdədir. Money təkdədir. Police cəmdədir. Polislər. Stairs pilləkənlər cəmdə. Trousers toplu isimdir, cəmdə. 4, 5, 6 Y variantı düzgün cavab. Növbəti suala baxaq. Choose the uncountable nouns. Sayıla bilməyən isimləri istəyir bizdən. Ox sayıla bilən isimdir. Cəm forması oxun düzəlir. Flower gül sayılır. Glue yapışqan sayılmır. Mouse sıçan bu sayılır. Təkdə işlənsə belə. Air hava sayılmır. Bread çörək sayılmır. Bu bread'i qarışdırmayaq. A piece of bread, yəni qabağında hissə bildirən oflu birləşmədə birinci hissə cəmlənə bilər. Piece və yaxud two pieces of bread. Amma təklikdə bread sayılmır. İngilislərdə sayılmır. 3, 5, 6 düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the uncountable nouns. Sayıla bilməyən isimləri istəyir bizdən yenə. Hand sayılır, əl. Butter, yağ sayılmır. Fuel, yanacaq sayılmır. House, ev sayılır. Cheese, pendir sayılmır. Bus, avtobus sayılır. 2, 3, 5 B variantı düzgün cavab. Növbəti suala baxaq. Choose the lines of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını seçin. Birincidə progress sayılmır. Armchair
sayılır. Pudding sayılmır. Meal, ət sayılmır. Map isə sayılır. Kindness, mehribanlıq, bu sayılmır. Weed, bu da sayılmır. Progress, bu da sayılmır. 3'ü yazdıq. 4-cüdə problem sayılır. 4'ü çıxdıq. 5'də 4 sayılmır. Grass sayılmır. Honesty sayılmır. 3, 5 düzgün cavab A variantı. 91'ə baxaq. Choose the lines of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını istəyir. Snow, qar sayılmır. Milk, süd sayılmır. Ice, buz sayılmır. İkincidə grass, ot sayılmır. Pet sayılır. 2'ni çıxdıq. Üçüncüdə information, məlumat sayılmır. Let, məktub sayılır. 3'ü də çıxdıq. 4'də bread, çörək. Furniture, mebel. Rain, yağış sayılmır heç biri. Umbrella, çətir sayılır. 1, 4 düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını istəyir bizdən. Servant, xidmətçi sayılır. City, şəhər sayılır. Pencil, qələm sayılır. News, xəbər sayılmır. Glue, yapışqan sayılmır. Kindness, mehribanlıq sayılmır. Düzgün cavab D variantı. Y variantında head sayılır, tree sayılır. Növbəti suala baxaq. Choose a noun in the singular. Təkdə olan isimlər seçin deyir bizdən. Oxen cəm formadadır. Tools təkdədir burada. Cəm forması teas. Goods toplu cəm isimdir. Shorts da toplu cəm isimdir. Price təkdədir. Sofa, divan təkdədir. 2, 5, 6 düzgün cavab D variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. 2 days. Burada days cəmdə olmalıdır. Yəni apostrof S-dən sonra əlavə olmalı idi. Biri çıxdıq. İkincisi də a week's shopping list. Bir həftəlik bazarlıq siyahısı. Burada week article işlədiyinə görə week təkdədir və yəlik hala apostrof S weekdən sonra əlavə olunacaq. Düzgün variantdır. Üçüncüdə 3 months notice. 3 aylıq not. Burada 3 aylıq notice deməli burada 3 olduğuna görə months cəmlənmişdir və apostrof S-dən sonra əlavə olduğuna görə 3-cü düzgündür. 4-də isə FU cəm isimlə işləməli idi. Hours təkdədir. 4'ü çıxdıq. 2, 3 D variantı düzgün cavab. Növbəti suala baxaq. Choose a line of singular nouns. Təkdə olan isimlər sırasını istəyir bizdən. A variantında people cəmdədir. B variantında classes cəmdədir. C variantında scissors cəmdədir. D variantında news xəbər təkdə. Furniture, mebel təkdə. Mice isə cəmdədir. Y variantında bottle, butulka təkdə. Cat, pişik təkdə. Window, pəncərə, bu da təkdə. Y variantı düzgün cavab. Növbəti suala baxaq. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimləri istəyir bizdən. A variantında sugar, şəkər sayılmır. Baby sayılır. B variantında milk, süd sayılmır. Juice, şirə, sok sayılmır. Bread, çörək sayılmır. Salt, duz sayılmır. Düzgün cavab B variantı. C variantında apple sayılır. D variantında pen sayılır. Y variantında bag sayılır. Növbəti suala baxaq. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimləri istəyir bizdən. A variantında salt sayılmır. Advice sayılmır. Məsləhət, kindness, mehribanlıq sayılmır. Silver, gümüş, bu da sayılmır. Düzgün cavab A variantı. B variantında idea sayılır. C variantında goose sayılır. D variantında doctor sayılır. Y variantında isə flag, bayraq sayılır. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. A pair of shoe. Burada shoe sayıla bilən isim olduğuna görə bir cüt ayaqqabı, burada shoes olmalı idi cəmdə. Biri çıxdıq. İkincidə cluster of grapes. Burada düzgündür. Grapes cəmlənmişdir və 2 düzgündür. 3-də 100 səhvdir. Çünki E işlənibsə bu 200 olmalı idi ya da 100 of stars olmalı idi. Yəni 100 təkdə olmalı idi. 3'ü çıxdıq.
Dördüncüdə a group of observers. Bir qrup müşahidəçi. Burada bir qrup cəm isimlə işlənib, yəni isim sayıla bilən isimdirsə, birinci tərəf toplu haldadırsa, ikinci tərəf avtomatik cəm şəkli qəbul etməlidir və qəbul etdiyinə görə 4 düzgündür. 5-də a thousand witness burada səhvdir. Burada şahid mənasında bu sayıla bilən isimdir. Qarşısında thousand say gəlibsə 1000 bu avtomatik ES qəbul et cəmlənməli idi. Düzgün cavab 2, 4, B variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Birincidə a hundreds yenə təkdə olmalı idi. E olduğuna görə bu səhvdir. İkincidə a cluster of bananas. Bu düzgündür. Banana sayıla bilən isimdir. Qarşısında toplu isim olduğuna görə avtomatik olaraq cəmlənmişdir. Üçüncüdə a pair of tights. Burada a pair bir cüt olduğuna görə tights da cəmdə işlənmişdir. Avtomatik olaraq düzgündür. 4-də a group of soldier. Əsgər bu sayıla bilən isimdir. Birinci tərəfi a group. Bir qrup cəmdə olduğuna görə bu S qəbul etməli idi. Təkdə olduğuna görə bu səhvdir. 5-də isə yenə bayaqki testdə də qeyd etdiyimiz kimi qarşısında say varsa, bu sayıla bilən isim cəmlənməli idi. Burada cəmlənməyib. 5 səhvdir. 2, 3 düzgün cavab D variantı. Növbəti suala baxaq. Choose a line of uncountable nouns. Sayıla bilməyən isimlər sırasını seçin. A variantında permission, icazə sayılmır. Meet, ət sayılmır. Sing, burada şey mənasında bu sayılır. Sings. B variantında postcard, idea sayılır. C variantında guest, qonaq sayılır. D variantında citizen, vətəndaş sayılır. Y variantında soap, pollution, soap sabun, pollution çirklənmə, knowledge, bilic, hər üçü sayıla bilməyən isimlərdir. Düzgün cavab Y variantı. Növbəti sual baxaq. Choose a line of plural nouns. Cəm isimlər sırasını istəyir bizdən. A variantında money, həmişə təkdə işlənən isimdir. Uncountable noundur. B variantında history, tarix, elm bildirən, həmişə təkdə olan uncountable noundur. C variantında children cəmlənmişdir. Cəm formada uşaqlar. Dear, həm tək, həm cəmi eyni formada düzəlir. Furniture isə təkdədir burada. C variantını çıxdıq. D variantında clothes cəmdədir. Tights cəmdədir. Cattle, mal-qara, toplu cəm isimdir. Düzgün cavab D variantı. Y variantında news təkdədir. 102-ci suala baxaq. Choose the correct variant. I have bought nöqtələr this year. Mən bu il aldım. Variantlarına nəzər salaq. A variantında a furniture düzgün deyil. Çünki furniture sayıla bilməyən isimdir. Qeyri-müəyyən artiklə işlənə bilməz. B variantında another furniture. Bu da sayıla bilən isimlərlə işlənir. Another furniture ola bilməz. A few pieces of furniture düzgündür. Niyə görə? Çünki furniture sayıla bilməyən isimdir. Təkdə işlənmişdir. Oflu birləşmənin birinci tərəfi piece qarşısında a few olduğuna görə cəmlənmişdir və düzgün formada işlənmişdir. Düzgün cavab C variantı. D variantında many həmişə qarşısında sayıla bilən cəm isim tələb edir. Bu sayıla bilməyən isimdir. D variantını çıxırıq. Y variantında isə muchdan sonra sayıla bilməyən isim gəlir. Many pieces düzgün variant olardı. Much pieces isə səhvdir. Ona görə Y variantını çıxırıq. Növbəti suala baxaq. Choose the correct variant. I'm sorry, but I have A variantı a question. Burada a question düzgündür. Niyə görə? Çünki question sayıla bilən isimdir və qarşısında a artiklı ilə tək formada işlənmişdir. B variantında a little questions ola bilməz. A few question olmalı idi. Çünki little sayıla bilməyən isimlərlə işlənir. A little quantifiers. B variantını çıxdıq. C variantında two more question. Burada two varsa avtomatik sayıla bilən isim S qəbul etməli idi. Qəbul etməyinə görə C variantı səhvdir. D variantında one question olmalı idi. Birdirsə bu S qəbul edilməz, C formada işlənmir, təkdə olmalı idi. Y variantında a few qarşısında cəm isim tələb edir. Burada question yox, questions olmalı idi. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Can you give me a loaf of bread? Bir kömbə çörək. Burada bread sayıla bilən isimdir və oflu birləşmə birinci tərəfi E artiklı ilə işlənmiş. Loaf, kömbə. Düzgün formada işlənmişdir. Düzgün cavabdır. B variantında an information səhvdir. Information sayıla bilməyən isimdir. An artiklı ilə işlənə bilməz. Advices sayıla bilməyən isimdir. Cəmlənə bilməz.
A few news. A few cəm isim tələb edir özündən sonra news sayıla bilməyən tək isimdir. D-ni çıxdıq. A water. Water sayıla bilməyən isimdir. E article işlənə bilməz. Düzgün cavab A variantı. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Please give me A variantı a money. Bu səhvdir. Niyə? Çünki money sayıla bilməyən isimdir. Qarşısında e article işlənə bilməz. B variantı a barrel of milk. Bu düzgün cavabdır. Niyə? Çünki milk sayıla bilməyən isimdir. Və oflu birləşmənin birinci tərəfi a bottle. Sayıla bilən bottle ismi e article ilə təkdə işlənmişdir. Bir butulka süd. Düzgün cavab B variantı. C variantında a few bread ola bilməz. A few və few özündən sonra həmişə cəm isim tələb edir. Bir sayıla bilməyən tək isimdir. D variantı a flower səhvdir. Flowers cəmdə e article işlənə bilməz. Y variantda information sayıla bilməyən isimdir. S qəbul edilməz. Növbəti suala baxaq. Choose the nouns in the plural. Cəmdə olan isimləri seçin. Patience həmişə təkdə olan mücərrəd isimdir. Foxes tülkülər. Fox es qəbul edərək cəmlənmişdir. Mən sözündən kök dəyişərək düzəlmişdir. Cəmdədir. 2, 3. Children's. Bu səhvdir. Children özü cəm isimdir. S qəbul etmir. Child children'a çevrilir kökdən dəyişərək. 4'ü çıxdıq. 5'də moose, mayıs kökdən dəyişərək cəm forma düzəlmişdir. Siçanlar. 2, 3, 5 düzgün cavab olacaq bizdə 2, 3, 5. Burada variantlar qeyd edilirmi? Düzgün cavab olacaq bizdə açıq sualdır. Yəqin ki 2, 3 və 5. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. A piece of wood. Bir parça taxta. Burada düzgündür. Çünki taxta sayıla bilməyən isimdir. Təkdə işlənmişdir və oflu birləşmənin birinci tərəfi piece e article ilə təkdə işlənmişdir. İkincidə to information. Information sayıla bilməyən isimdir və to ilə işlənmişdir. Bu düzgün deyil. Sayıla bilən isimlər qarşısında sayı qəbul edir və 2'ni çıxdıq. 3'də a pair of stockings. Burada stockings cəmdə işlənmişdir və a pair özü bir cüt cəm bildirir. 3 düzgündür. 1, 3. 4'də a few sək yox, seks olmalı idi. Yəni a few sacks of flour, bir neçə kisə un. Un sayıla bilməyən isimdir. Flour onsuz təkdə işlənib, amma oflu birləşmənin birinci tərəfində a few özündən sonra cəm isim qəbul edir. Burada sək sayıla bilən tək isim kimi işlənib. 4'e də çıxdıq. 5'də several stocking yox, stockings olmalı idi. Əgər sayıla bilən isimdirsə və qarşısında several, many, few, a few işlənibsə, bu artıq cəmdə işlənməli idi. Çünki sayıla bilən isimdir. Düzgün cavab olacaq 1 və 3. Növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Birincidə the top of the building. Binanın üstü. Bu düzgün ifadədir. A box of toy. Bir qutu oyuncaq. Burada toy cəmlənən isim olduğuna görə, sayıla bilən isim olduğuna görə cəmlənməli idi. Çünki topludur. Birinci tərəfi a box, bir qutu. 2'ni çıxdıq. Üçüncüdə two golf balls. 2 golf topu. Burada ball sayıla bilən isimdir və özünün əvvəl say gəldiyinə görə avtomatik olaraq S şəkli qəbul edərək düzgün formada cəmlənmişdir. Üçüncü ifadə düzgündür. 4'də several hospital bed. Burada xəstəxana çarpayısı yatağı. Bed sayıla bilən isimdir. Qarşısında several olduğuna görə cəmlənməli idi. Bu səhvdir. Düzgün cavab 1, 3. Burada növbəti suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Bu sonuncu testimizdir. The players uniforms. Burada oyuncuların uniformaları. Players cəmdə olduğuna görə apostrof yələyən apostrofu özündən sonra qəbul etmişdir. Bu düzgün ifadədir. İkincidə the men's jackets. Burada men onsuz da cəmdədir. S qəbul etməməli idi. Onun cəmi mənə çevrilərək düzəlir. S artıqdır. Bu səhvdir. Düzgün variant. Düzgün cavab deyil. A few girls names. A few özündən sonra cəm isim tələb edir və girls həqiqətən cəmlənmişdir və yəlik halda S-dən sonra əlavə olunmuşdur. Üçüncü düzgün ifadədir. 4'də the fox tail. Tülkünün quyruğu.
Burada da FU Talks türkünün quyruğu düzgün ifadə edir. Üçüncüdə isə burada biz gözümüzdən qaçdı. Few girls, bir neçə qızların adları olmalı idi. Çünki bir neçə qızın bir adı ola bilməz. Burada names olmalı idi. Üçüncü ifadə səhvdir. Düzgün cavab 1, 4 olmalıdır burada. Bəli, bugünlük bu qədər. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlarımız buraxılış, blok, MIQ, sertifikasiya və magistr istiqamətindədir. Növbəti dərslərimizdə görüşənədək.